Bu il Bakı, Keşlə, Biləcəri yük vurma və boşaltma stansiyalarında sutka ərzində 320 ton əvəzinə 450 ton yük boşaldılır. Kommunist əməyi zərbəkisi adı uğrunda mübarizə aparan Səməd Bunyadov və Akif Həsənovdan dəmiryolçular razılıq edirlər. Növbətçi dispetçer Valih Əliyevin və operator Valentin Novikovun səyi nəticəsində ağır yüklü qatarlar dərhal yola salınır. Bakı Sovetinin deputatı maşinist Atakişi Atakişiyev fəxri dəmir yolçudur. O qatarı mənzil başına həmişə vaxtında çatdırır. Azərbaycan maşinistlərinin idarə etdikləri ağır yüklü qatarlar ölkəmizin polad yollarında inamla irəliləyir.